Dünyada milyarderlerin sayı yeni tarixi rekorda çatıb. İsveçrənin UBS Group Age Bankının 2026-cı ilin aprel ayına olan hesabatına əsasən dünyada 3302 milyarder var. Məlumata görə son bir ildə onların sayı 383 nəfər artıb. Hesabatda bildirilir ki, ən çox milyarder Birləşmiş Ştatlarda yaşayır. Çin və Hindistan isə növbəti pillələrdə qərarlaşıb. Sərvəti 100 milyard dollardan çox olan 19 milyarderin isə 15-i ABŞ-nin payına düşür. Forbes-un dərc etdiyi Real Time Billionaire siyahısına əsasən 1 trilyon 100 milyard ABŞ dolları sərvətlə Elon Musk dünyanın ən varlı şəxsi olaraq ilk sırada qərarlaşıb. Onu 291 milyard 300 milyon dollar sərvətlə Google'un həm təsisçisi Larry Page izləyir. Bundan sonra 268 milyard 700 milyon dollar sərvətlə Google'un digər həm təsisçisi Sergey Brin 3-cü sırada qərarlaşıb. 4-cü pillədə isə 248 milyard 700 milyon dollar sərvətlə Jeff Bezos yer alır. O, Amazon şirkətinin təsisçisi kimi tanınır. Siyahının son pilləsini isə 234 milyard 800 milyon dollar sərvətlə Michael Dell tutur. O, Dell Technologies şirkətinin təsisçisi, sədri və baş icraçı direktorudur. Diqqət çəkən əsas məqam ondan ibarətdir ki, ilk beşlikdə yer alan bütün milyarderlər Birləşmiş Ştatlar vətəndaşıdır və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərirlər. Ekspertlərin fikrincə, bu mənzərə qlobal kapitalın getdikcə daha çox innovasiya və rəqəmsal iqtisadiyyat ətrafında cəmləşdiyini göstərir. Son illərin statistikası göstərir ki, ən böyük sərvətlər artıq ənənəvi sənaye deyil, texnologiya şirkətləri hesabına formalaşır. Süni intellekt, bulut xidmətləri və rəqəmsal platformalar investorlar üçün əsas gəlir mənbəyinə çevrilib. Bu tendensiya yaxın illərdə də davam edərsə, milyarderlərin coğrafiyasında ciddi dəyişiklik gözlənilmir. ABŞ-nin üstünlüyü də məhz innovasiya ekosistemindən qaynaqlanır. Hesabatda ölkələr üzrə bölgü də diqqət çəkir. Məlumata görə hazırda ABŞ-də 1000-dən çox milyarder yaşayır. Çin 562 milyarderlə ikinci, Hindistan isə 211 milyarderlə üçüncü sıradadır. Almaniya 193, Rusiya isə 122 milyarderlə ilk beşliyi tamamlayır. Bu statistika dünyanın iqtisadi güc mərkəzlərinin sərvət bölgüsündə də ön sıralarda olduğunu göstərir. Bununla yanaşı yeni milyarderlərin böyük hissəsinin texnologiya, maliyyə xidmətləri, investisiya və sənaye sektorlarından çıxması qlobal iqtisadi transformasiyanın sürətləndiyini nümayiş etdirir. Digər tərəfdən kapitalın müəyyən ölkələrdə cəmləşməsi dünya iqtisadiyyatında rəqabət üstünlüyünün də məhz həmin bazarlarda formalaşdığını göstərir. Analitiklər hesab edir ki, sərvətin bu şəkildə cəmləşməsi yaxın illərdə qlobal investisiya axınlarının istiqamətinə də ciddi təsir göstərə bilər. Milyarderlərin sayının artması ilk baxışda iqtisadi inkişaf göstəricisi kimi görünür. Ancaq bunun arxasında kapital bazarlarının böyüməsi, şirkətlərin bazar dəyərinin yüksəlməsi və investisiya gəlirlərinin artması dayanır. Eyni zamanda gəlir bərabərsizliyi məsələsi də daha çox müzakirə olunur. Bu səbəbdən dövlətlər həm sərmayəni qorumağa, həm də sosial balansı saxlamağa çalışırlar. Araşdırmada diqqət çəkən başqa bir məqam isə 100 milyard dollardan artıq sərvətə malik şəxslərin sayının cəmi 19 nəfər olmasıdır. Onların da böyük əksəriyyəti ABŞ-də yaşayır. Bu fakt qlobal miqyasda super varlılar təbəqəsinin kifayət qədər məhdud çevrədə cəmləşdiyini göstərir. Digər tərəfdən dünya maliyyə bazarlarında texnologiya şirkətlərinin dəyərinin rekord həddə yüksəlməsi həmin şəxslərin sərvətini daha da artırır. Son illərdə səhmlərin bahalaşması və innovativ şirkətlərin bazar kapitalizasiyasının genişlənməsi də bu prosesi sürətləndirir əsas amillərdən hesab olunur. Bütün bunlar göstərir ki, fərdi sərvətin artımı ilə qlobal iqtisadi proseslər arasında birbaşa əlaqə mövcuddur. Mütəxəssislər vurğulayırlar ki, gələcəkdə süni intellekt və rəqəmsal texnologiyalara yönələn investisiyalar sərvət bölgüsünün strukturunu daha da dəyişdirə bilər. Bugün dünyanın ən varlı şəxslərinin böyük hissəsinin texnologiya sektorundan olması təsadüfi deyil. İnnovasiya iqtisadiyyatı artıq qlobal sərmayənin əsas istiqamətinə çevrilib. Süni intellekt, məlumat emalı və rəqəmsal xidmətlər gələcək illərdə yeni milyarderlərin yaranmasını sürətləndirəcək. Eyni zamanda rəqabətin daha da kəskinləşməsi gözlənilir. Qlobal sərvətin formalaşmasında yeni maliyyə alətləri getdikcə daha mühüm rol oynayır. Bunun son nümunələrindən biri Birləşmiş Ştatlar Hökumət Etikası İdarəsinin açıqladığı maliyyə bəyannaməsində əks olunub. Bəyannamədə bildirilir ki, Birləşmiş Ştatlar Prezidenti Donald Trump kriptovalyuta əməliyyatlarından 1 milyard dollardan çox gəlir əldə edib. Sənəddə həmçinin Trumpın öz adı ilə təqdim olunan müqəddəs kitab, saat, idman ayaqqabısı və ətir kimi məhsulların satışından da milyonlarla dollar gəlir əldə etdiyi göstərilir. Nümunələr göstərir ki, ənənəvi
ənənəvi biznes modelləri ilə yanaşı rəqəmsal aktivlər və şəxsi brend üzərində qurulan kommersiya layihələri də müasir dövrdə böyük sərvətin formalaşmasında mühüm istiqamətlərdən birinə çevrilir.